Gəlin bu günlərim sizinlə müasir xəritə üzərində Amerika Birləşmiş Ştatlarının necə yaranması, ona hansı ərazilərin daxil olması, hansı əraziləri hansı dövlətlərdən, hansı tarixlərdə əldə etdiyini öyrənək. İlk öncə qeyd edim ki, böyük coğrafi kəşflərdən sonra Avropalılar Amerika qitəsinə böyük maraqları var idi və burada hər biri torpaqlar əldə etməyə çalışırdılar. Onlardan biri də İngiltərə idi ki, 1607-ci ildə burada ilk koloniyasını salır və əvvəl bunlar 7 koloniya olurlar, sonra 13 koloniyaya qədər yüksəlirlər. Və qeyd edim ki, İngiltərə bu ərazilərə öz müstəmləkəsi kimi baxırdı və bu ərazilərin müstəmləkə siyasəti və feodal qaydaları tətbiq edirdi ki, son nəticə olaraq da kolonistlərlə İngiltərə arasında narazılıqları və aralarında birinci istiqlaliyyət müharibəsinə 1775-1783-cü illəri əhatə edən müharibə səbəb olur. Və qeyd edim ki, həmin tarix həm də ABŞ tarixində ilk vətəndaş müharibəsi kimi də tarixə düşürdü. Azadlıq ordusunun komandanı George Washington olur və 1776-cı ildə istiqlaliyyət bəyannaməsi qəbul edir. Qeyd edim ki, onun əsas müəlliflərindən biri də Thomas Jefferson idi, hansı ki, Amerikanın sonradan 3-cü prezidenti olacaq 1820-1809-cu illərdə hakimiyyətdə olur və bunu da ABŞ yaranır 1776-cı ildə. Bu müharibənin girişində 1777-ci il Saratoga döyüşündən sonra ABŞ-nin nüfuzu artır və Benjamin Franklin rəhbərliyi altında Avropaya elçi göndərilir ki, orada müttəfiqlər qazansın və ilk olaraq Fransa onun müstəqilliyini tanıyır, ona hərbi və pul yardım edir. Ondan sonra o İspaniya və Hollandiya ilə də belə bir müttəfiqlik əlaqəsi qurur. İngiltərədən fərqli olaraq ABŞ birinci istiqlaliyyət müharibəsi dövründə özünə müttəfiqlər tapa bilir, amma İngiltərə tapa bilmir. Son nəticə olaraq 1781-ci ildə Yorktown döyüşündə ABŞ yenə qalib gəlir, o müharibənin taleyini həll edir və 1783-cü ildə ABŞ və İngiltərə arasında Fransanın Paris şəhərində Versal sarayında müqavilə imzalanır. Bu müqaviləyə əsasən ABŞ-nin müstəqilliyi tanınır və Mississippidən Allegan dağlarına qədər ABŞ-nin ərazisi kimi tanınır İngiltərə tərəfindən. İndi o əraziləri qeyd edək. Mississippidən Allegan dağlarına qədər əraziləri əhatə edir təqribən bu ərazilər. Deyəcəksiniz ki, niyə aşağıdakı əraziləri qeyd etmədiniz? Çünki həmin ərazilər İspan mülkləri idi. Burada Florida. Hansı ki 1819-cu ildə həmin əraziləri İspaniyadan alacaq ABŞ. Gəlin indi bu ərazilərə digər xəritə üzərində baxaq ki, ABŞ-nin o Mississippidən Allegan dağlarına qədər əhatə edən ərazilər hansı şəhərlər idi? Sarı rənglə qeyd olunmuş ABŞ-nin 1783-cü ildə İngiltərə arasında bağlanmış müqavilə əsasında tanınan əraziləridir. Hansı ki Minnesota, Wisconsin, Michigan, Ohio, Indiana, Illinois, Kentucky, New York, Maine yazılıb bu ərazidə, Pensilvaniya, Qərbi Virginia, Şimali Karolina, Cənubi Karolina, Georgia, Alabama, Mississippi. Və digər ərazilər də var ki, kənarda yazılıbdır. Vermont, New Hampshire, Massachusetts, Rhode Island, Connecticut, New Jersey, Delaware, Maryland. Bu ərazilər, necə deyim, ABŞ-nin ərazisidir. 1783-cü il müqaviləsinə əsasən. 1801-1809-cu illərdə ABC-də Thomas Jefferson öncədə qeyd etdiyim kimi istiqlaliyyət bəyannaməsi əsas müəlliflərindən idi. Prezident olur və onun prezidentliyi dövründə Avropada Napoleon müharibələr aparırdı. İngiltərə, İspaniya və digər Avropa dövlətləri ilə. Və qeyd edim ki, Şimali Amerikada Louisiana ştatı İspaniya mülkü idi. Hansı ki, Napoleon müharibələrində Napoleon bu ərazini İspaniyadan alır. Napoleonun Louisiana'nı alması ABŞ-nin əlbəttə ki, xoşuna gəlmir. Çünki o, İspaniya kimi zəif dövlətin əvəzinə onun sərhədlərində Fransa kimi güclü dövlətin olmasını istəmirdi. Amma Napoleon da Avropada müharibə aparmaqdan ötürü çoxlu pul lazım idi. Müharibə çox xərc tələb edirdi. Ona görə də belə qərara gəlir ki, Louisiana ştatını ABŞ-yə, yəni Thomas Jeffersona satsın və pul əldə etsin. Beləliklə də ABŞ-ilə də münasibətləri normallaşdırır. Son nəticə olaraq 1803-cü ildə ABŞ, yəni Thomas Jefferson Louisiana ştatını Fransadan satın alır. Bununla da Fransanın normal münasibətlər tənzimlənir. Əlavə olaraq 1818-ci ildə ABŞ ilə İngiltərə arasında müqavilə imzalanır. Və bu müqaviləyə görə demək ABŞ İngiltərəyə müəyyən ərazilər verir. İngiltərədə ABŞ-yə bu ərazilər hansılar idi? Şimali Dakota və Minnesota ərazilərinə düşən həmin o sarı rənglə qeyd olunmuş əraziləri İngiltərə ABŞ-yə verir. Bunun əvəzində də ABŞ hissələri Montana ərazisinin üzərindəki olan torpaqları İngiltərəyə verir. Gəlin bu ərazilərə bir də baxaq. İspaniyadan 1819-cu ildə aldığı ərazilər hansılar idi? Floridanı əldə edir. Louisiana ərazisini əldə edir və burada müəyyən torpaqlar əldə edir, adları qeyd olunmuşdur ki, bu İspaniya mülkləri idi, İspaniyadan alır. Qeyd edim ki, Louisiana ştatı da vaxtı 1803-cü ilə qədər İspaniyanın olubdur, sadəcə Napoleon onu İspaniyadan almışdı və ABŞ də onu Fransadan satın alır. Gördüyünüz bu ərazini sərhədlərini də çəkim.
Təqribən belə. Texasa özünə ilhaq verir 1845-ci ildə. Əlavə olaraq 1846-cı ildə İngiltərə ilə ABŞ arasında bağlanmış müqaviləyə görə o Washington, Oregon, Idaho ərazilərini verir. Bunun sərhədlərini də çəkim. Washington, Oregon və Idaho ərazilərini 1846-cı il bağlanmış müqaviləyə görə ABŞ-yə qalır. 1848-ci ildə ABŞ ilə Meksika arasında müharibə baş verir. Bu hansı torpaqlar uğrundaydı? Meksikaya qalib gəlib, onun Arizona, Kaliforniya, Nevada, Utah, New Meksika ərazilərini əldə edir. 1867-ci ildə Çar Rusiyasının Alyaska və Alyot adalarını satın alır. Bu hadisə necə baş verir? İngiltərə ilə Rusiya arasında müstəmləkələr uğrunda mübarizə gedirdi, müharibələr gedirdi və Kanada İngiltərənin mülkü idi. Və ona rahat olurdu ki, Alyaska vasitəsilə o necə Rusiya arasına keçə bilər, onun üçün bir təhlükə yaranmışdı. Ona görə də Çar Rusiyası düşünürdü ki, İngiltərə ilə öz arasında üçüncü bir dövlətlə yerləşdirsin. Bu da ən yaxşı olardı ki, ABŞ olardı və ona həmin bu əraziləri faydalı qazıntılarla zəngin olan Alyaska ərazisini pulla satır. Bu əslində Rusiya tarixində Krım müharibəsindən sonra 1853-1856-cı illərdə bunun biabırçı məğlubiyyətindən sonra ikinci biabırçı bir müqaviləsi idi ki, o torpaqlarını satır. Bundan sonra ABŞ 1898-ci ildə Havay Respublikasını özünə ilhaq edir. Bəs bu Havay Respublikası hardadır? O, bu ərazilərdə. Yaxınlaşdırın, indi yaxından baxın. Havay adalarında Havay Respublikası. 1898-ci ildə bu respublika ABŞ-yə ilhaq olunur. Əgər bəyəndinizsə, bəyənib yorum yazmağı, paylaşmağı, takip etməyi, qayd etməyi unutmasanız çox sevinərəm. Bu mənim üçün motivasiya olar ki, sizin üçün növbəti belə ekran kayıtları müasir xəritələrində göstərim. Çox sağ olun, buyurun.